Qulaq asın. İkinci Rus-Qacar müharibəsi. Dedik ki, Gürcistan müqaviləsi imzalandıqdan sonra Qacarlar hər nə qədər də olsa, yəni bu müharibədə məğlubiyyət kimi, bunu biabırçılıq kimi qəbul eləsələr də barışmaq istəmirdilər. Və dəfələrlə bununla bağlı Rusiyaya müraciət edilər ki, bəs Rusiya bu torpaqları geri qaytarmalıdır, Rus qoşunları Şimali Azərbaycandan geri çəkilməlidir. Lakin Rusiya bu məsələdə çox da böyük əhəmiyyət vermirdi. Əhəmiyyət verməməsinin səbəbləri nə idi? Xarici amillər əsas rol oynayırdı. Çünki Napolyon üzərində qələbə qazanmışdı Rusiya və Napolyon üzərində qələbə qazandan sonra Avropada çox böyük nüfuza sahib idi. Və bir də təbii ki, yenə də deyirəm ki, burada niyə bir insan qan töküb ələ keçirdiyi əraziləri boş-boşuna geri qaytarsın? Qaytarmaz. Rusiya zaten bu fürsəti bir əsrdir gözləyirdi və həyata keçirmişdi. Bu dövrdə İngiltərədə Cənubi Qafqazda Rusların möhkəmlənməsinə narazı tərəf idi. Təbii ki, bilirsiniz, Gürcistan müqaviləsinin bəndlərində birində separat akt var idi. O separat aktda İngilislər özləri təzyiqlə saldırmışlar ki, gələcəkdə sərhədlərə baxılmaq üçün. Elə buna görə də Qacarları elə bu yoldan Rusiyanı yeni bir müharibə tərik etməyə çalışırdılar. 1814-cü ildə Tehran müqaviləsi imzalanır Qacarlarla İngilislər arasında. Bu 1801-lə oxşar cəhətdir. Elə maddələri də hardasa bir yerdə oxşardı, amma biraz daha böyükdür Tehran müqaviləsi. Böyük olma səbəbləri nə idi? İngiltərə Qacarlara yeni bir ordu qurmalarına kömək edəcəyini vədini verəcəkdi, hərbi donanma yaratmaq vədini verəcəkdi. Sonra yeni topların, yeni silahlanmanın vədini verəcəkdi. Bununla paraleldə həmçinin də bu müharibədə başa çatan Gürcistan müqaviləsi yenidən baxılması vədini verir. Qarşılığında da yenə də Qacarlar Hindistan cənub sərhədlərini qoruyacağına dair təminat verəcəkdir. 1814-cü ildə Tehran müqaviləsindən başlayaraq İngilislər sözün əsl mənasında bu prosesi həyata keçirməyə başladılar. Yəni, bildiyiniz Abbas Mirzə qısa bir müddət ərzində Azərbaycan valisi Abbas Mirzə qısa müddət ərzində bir ordu yaradacaq. Çox mükəmməl orduydu. Hətta mənbələrdə, Rus mənbələrində də var. Mən məsəl üçün ondan bir kitab var, onu oxuyandan sonra Rus mənbələrini araşdırdım. Həqiqətən də ordunun doğruluğunu gördüm. Azərbaycan ordusu bir ordu yaradacaqdı və qısa müddət ərzində bu ordunu Avropa nümunəsində silahlandıracaq. Hətta o qədər çox güclənmişdilər ki, Qacarlar 1816-cı ildə hərbi parad keçirəcək. Abbas Mirzə hərbi parad keçirəcək. Hərbi paradda Abbas Mirzə Fətəli Şah, atası Fətəli Şaha bir növ yeni yaradılmış ordunu göstərəcəkdi, topları göstərəcəkdi və Fətəli Şah da artıq bununla əminliklə yeni bir ordunun qurulduğunu və bu ordunu həqiqətən də Ruslarla müharibəyə hazır olduğunu düşünürlər. Hətta mən sizə bunu deyim, o ordu Abbas Mirzənin hesabına saxlanılırdı. Məsələn, ordunun xərcləri çox idi. Atası büdcədən müəyyən bir xərc ayırsa da, müəyyən bir xərcin Abbas Mirzə öz şəxsi gəlirlərindən ayırdı. O dərəcədə yəni Azərbaycanı sevən bir insan idi Abbas Mirzə. Və bunu təbii ki, Ruslar da çox yaxşı bilirdi. Hər bir ölkədə bir növ kəşfiyyatçı dəstələr hər zaman olur. Ruslara bu məlumatlar çatmışdı və Rusiya hər vəclə bu müharibəni çəkindirməyə çalışırdı Qacarları. Buna görə də Qafqaz generalı olan Yermelovu 1817-ci ildə göndərəcəkdi Cənubi Azərbaycana və birinci nümayəndə heyəti kimi, birinci elçi heyəti kimi göndərir. Yermelovu göndərir bir növ belə deyək də Azərbaycana, Qacar sarayına, lakin bilirsiniz o dövrdə ümumlikdə fərqi yoxdur. Abbas Mirzənin yaşadığı müddət ərzində söhbət edir və ondan sonraki dövrlərdə birinci elçilər, Avropa elçiləri birinci gəlirlər Təbrizə, sonra gedirdilər Tehrana. O dövrdə Ruslar birinci gəlir Təbrizə, Abbas Mirzəni bunlara Təbrizdə yox, Ucan yaylasında qarşılayır. Ucan yaylasında bunları ordu ilə qarşılayır və toplarla qarşılayır. Həmin vaxtı mənbələrdə belə bir şey var, kitabda yazmışdı, mən oxuyan vaxtı tələbə edim onda. Qeyd olunur ki, Yermolov gələn kimi toplar atəş açıldı. Və Yermolov topların atəş açılıb görünməyən hədəfləri vurduğunu gördü. Və o an qəbul edər ki, artıq Qacarlar həqiqətən də müharibə hazır. Çünki birinci Rus Qacarda Qacarların ən böyük zəifliyi toplar idi və o zəiflikləri artıq həll eləmişdi. Hətta bu Yermolovu müşahidə edilənlər içərisində İngilis generalları, daha doğrusu hərbçilər də mövcud idi ki, bu da artıq Yermolovu qorxur. 17 danışıqları heç də nəticə verməyəcəkdi. Qacarlar konkret deyir ki, biz heç bir razılaşma əldə eləmirik, siz torpaqlardan geri qayıtmalısınız. Və Yermolov müharibəyə hazırlaşan Qacarlarına əmin olduğu üçün gəlir Qafqaza, yəni Tiflisə, oradan teleqraf göndər ki, çara ki, bəs bunlar müharibəyə hazırlaşır, xəbərin olsun, yəni bunlar başlayacaq. Bundan sonra İngilislər Qacarları müharibəyə daha tez sövq eləmək, daha tez başlatmaq üçün daha da çox yardımlar eləyəcəkdilər.
Bu dövrdə Təbrizdə və Tehranda top tökmə zavodları, polad dökmə zavodları, yeni silahlar istehsal edən zavodlar istifadə veriləcəkdir və artıq Abbas Mirzəni bir növ şirinlikləndirəcəkdir və razılaşdırmağa çalışacaq. Bunun üstünə bir dənə də 1823-cü ildə Osmanlı ilə müqavilə imzalanıb. Osmanlı ilə müqavilə niyə lazımdır Abbas Mirzəyə və yaxud da Qacarlara? Cənubi Azərbaycandan keçmək biraz çətin məsələdir Şimali Azərbaycana. Osmanlı arasında keçib bir növ kəşfiyyat xarakterli hərəkətlər görürsün. Burada kəşfiyyat xarakterli nə idi? Abbas Mirzə deyir ki, bu müharibəyə başlayacaq, bir dəfə vuracaq zərbəni və bir dəfəlik olacaq. Burada xalqı da üsyana qaldırmağa çalışırdılar. Yerli Azərbaycan xalqı, Şimali Azərbaycan xalqını və Abbas Mirzənin daha doğrusu arxan olduğu tərəflərdən də biri bu idi ki, buna da uğurlu olacaqlar. Və nəticə etibarilə Abbas Mirzə Osmanlı müqaviləyə bağlı bu kəşfiyyat işlərini də görməyə başlayacaq. Bu dövrdə artıq Qacar sarayına sığınan xanlar da Abbas Mirzəyə inandırmışlar ki, bizi görən, yəni arazi keçdiyimizi görən Azərbaycan xalqı, bizi görən xalq özləri üsyan qaldırır və rusları qovacaqlar. Bütün hər tərəfli artıq savaşa hazır edir. 1826-cı ildə ruslar ikinci nümayəndə heyətini göndərirlər ki, hər cəhdlə belə deyək də bu savaş olmasın. Deyə bilərsiniz ki, ay müəllim, ruslar niyə bu nümayəndə heyətini göndərirlər? Çünki rusların bu dövrdə vəziyyəti ağır idi. Çar 1-ci Aleksandr vəfat eləmişdi. 1-ci Nikolay gəlmişdi. Nikolay gəldiyi gündə dekabrislər üsyanı baş vermişdi və o dekabrislər üsyanı yatırılsa da hələ vəziyyət isti idi və narazılıqlar var idi. Plus bununla bərabər də Şimali Qafqazda dağlıq haqlarına keçmiş idi, müharibə var idi və bu müharibədə qüvvələri iki yerə bölmək istəmirdi. İkinci nümayəndə heyəti olan Yermolov yenə başladı. Yermolov bu dəfə tapşırmışlar ki, lazım gəlsə Qarabağın və Lənkəranın bir hissəsini verin. Onlar səssizlər, saçdırsın. Amma Qacarlar razılaşmayacaqdır və bütün Şimali Azərbaycan torpaqlarını tələb edəcəkdilər və artıq Yermolov bunun bir mənası olmadığını gələcəkdir və bununla da Yermolov qayıdır ölkəsinə və 2-ci Rus-Qacar müharibəsi başlayır. 2-ci Rus-Qacar müharibəsi 1826-1828-ci ildə başlayacaq. Abbas Mirzə böyük bir qüvvə ilə Azərbaycan şimalına daxil olacaqdır və bu vaxt həqiqətən də olanlar olur. Azərbaycanda demək olar ki, Lənkəranda, Şirvanda, Şəkidə üsyanlar baş verəcəkdi, xalq rusları qovacaqdı, xanlar öz hakimiyyətlərini bərpa edəcəkdi, Gəncədə üsyanlar baş verəcəkdi, İrəvan xanlığı, Şöhrədəli, Qazağı falan bütün bu əraziləri işğaldan azad eləyəcəkdi. Qısa müddət ərzində də bir Rusların içərisində bomba atacaqdı və pərəmpərəsi olacaqdı. Həqiqətən də elə olacaqdı. Amma ən böyük səhv elə bir növ belə deyək də əmsi salih Amimə Xan Qacar kimi Qarabağa hücumu hədəfi idi əsas və Şuşanı mühasirə alacaq. Əsas qüvvələr Şuşanı mühasirə alır. Bir digər əsas qüvvələr də Bakını mühasirə alacaqdı. Hüseynqulu xana qüvvələr verəcək ki, Bakıxanı Hüseynqulu çünki Bakını azad elə. Bakını azad eləməkdə səbəb oydu ki, Xəzər dənizindən, yəni Həştərxan limanından Ruslara əlavə qüvvələr və ərzaq gəlirdi. O görə də onun qarşısını kəsmək lazımdır. Rusların mərkəzlə əlaqəsini kəsmək lazım idi. Çünki bu tərəfdən Gəncə falan tutulmuşdu və Gürcüstanla əlaqə kəsilmişdi. Ruslar burada mühasirədə idi. Bir dənə qalmışdı buranı tutmaq və ələ keçirmək, bundan da prosesə etirir. Əsas qüvvələr bu iki yerdə saxlayır və Gürcüstana hücumu yubadır. Çünki bu Gürcüstana hücum eləməlidir, Gürcüstan tutulmalıdır. Buradan da Terekə doğru, yəni Şimali Qafqaza doğru getməlidir. Oradakı Qafqaz xalqlarla birləşilməli və Ruslar qovulmalıdır. Plan bu yöndədir. Lakin Şuşanı və Bakının tutula bilməməsi, Bakı da mühasirə alınır. Burada hərbi donanmanın olmaması çox belə ziyanadır Qacarların, Xəzərdə hərbi donanmanın olmaması. Bakı mühasirə alınır. Bakının tutula bilməməsi bir növ Dərbəndin və Qubanın tutulmasına imkan verməyəcək. Yəni oranın azad edilməsinə imkan verilmir və buna görə də onlar qalır Ruslarda. Və Şuşada əsas qüvvələrin qalması, bu isə bir növ belə dedik, Qacarları yubadacaqdı əsas hücumudur. Və bundan sonra Yermolov Ruslar vəzifədən alacaqdı. İvan Paskeviç gətirəcəklər vəzifəyə. Paskeviç gəlir. Paskeviç pərakəndə olan Rus qoşunlarını toplayır Gürcüstan istiqamətində və Şəmkirdən Gürcüstan istiqamətində hücum edən Qacar qoşunun qarşısı alınacaq. Və 1826-cı ildə Şəmkir döyüşü baş verəcək. Şəmkir döyüşündə Qacarlar məğlub olacaqdı və bunu eşidən Abbas Mirzə
gecikmiş bir qərar verəcəkdi. Şuşa mühasirəsinə əl çəkəcəkdi, bütün əsas qüvvələrini artıq yönəldəcəkdi. Lakin rusları yalnız Gəncə qabağında daha doğrusu qarşılayıb, Gəncə qarşısında qarşılayacaqdı və burada da yenə xəyanət nəticəsində əsas qüvvələr darmadağın olacaqdı. Gəncədəki məğlubiyyət və Qacarların əsas qüvvələrin darmadağın olması Qacarların bütün ordularını geri çəkib Xudafərindən sağa doğru, yəni Arazdan sağa doğru keçməsinə. Təbii ki, artıq bundan sonra xanlıqlar Qacarların geri çəkilini görərək Lənkəran da geri çəkiləcəkdi, Şamaxı da geri çəkiləcəkdi, Şəki də geri çəkiləcəkdi və Gəncə də geri çəkiləcəkdi. Ruslar isə hücumu davam elətdirəcəkdi. 27-ci ildə 1827-ci ildə Cavanbulaq və Sərdarabad döyüşləri baş verir. Hər iki döyüş Rusların qələbəsi ilə başa çatacaqdı və Abbasabad qalası tutulacaqdı. Cavanbulaq və Sərdarabad döyüşlərində Rusların qələbəsi İrəvan Naxçıvan taleyini həll edib və 27-də İrəvan və Naxçıvan ələ keçiriləcək. İrəvan xanı qəhrəmancasına və onun nəvəsi də qəhrəmancasına həlak olacaqdı. İvan Paskeviçə isə İrəvanski ləqəbi veriləcəkdi. İrəvanı ələ keçirir. Ruslar bundan dayanmırlar. Vurduqdur məsələsi deyirlər. Və 27-də hərbi əməkdarı keçirdilər Cənubi Azərbaycan. 27-də Cənubi Azərbaycanda Xoy, Salmaz, Maku, sonda isə Təbriz tutulacaq. Təbrizin ələ keçirilməsi burada müvəqqəti idarə yaradılır və müvəqqəti idarə yaradaraq bunu Şəki ilə oxşar cəhət verirsiniz. Şəki xanlığına oxşar cəhət verirsiniz, müvəqqəti idarə yaradılır. Təbrizin ələ keçirilməsi 1827, məsəl üçün deyək ki, Osmanlının 18-ci əsrin 20-ci illərindən oxşar cəhət verə bilərsiniz. 1724-də bilirsiniz və 25-də Osmanlı tutmuşdur. Sonra 27-də bu xanlıqların tutulması Qacarların vəziyyətini ağırlaşdıracaq və Qacarlar oturacaq danışıqlara. Lakin burada danışıqları düyünə salan məsələ nədir? Ruslar ki, biz sizə vaxtilə təklif eləmişdik ki, müharibə eləməyin, amma siz bizə müharibə elədiniz və bizə dəymiş bir ziyan var. O ziyanı ödəmək üçün 20 milyon rubl pul verməlisiniz. Bunu isə Qacarların ödəyəcək büdcəsi yox idi və müharibə yenidən bərpa oldu. Ruslar 1828-də Ərdəbil və Urmiya ələ keçirirlər. Ərdəbildəki Səfəvi bir növ belə deyək də iqamətgahlarını talayacaqlar. Oradakı qiymətli kitabları, əşyaları falan hamısı daşıyacaqlar Rusiyaya. Ərdəbilin tutulması yenə Osmanlı 1725-nə oxşar cəhət kimi də verəcəksiniz. İndi gəldik nə? 28-dən sonra artıq Qacarlar Ruslar arasında danışıqlar başlayır. Və bu danışıqlar 1828-də Türkmənçay müqaviləsinə yekunlaşacaq. Müqavilənin şərtləri: Qacarlar Şimali Azərbaycanın işğalını tamamilə tanıyır. İrəvan, Naxçıvan daxil olmaqla hamısı Ruslarda qalır. Qacarlar Şimali Azərbaycan və Cənubi Qafqaza, Dağıstana bir daha, bu sözə fikir verin, bir daha iddia etməyəcəyinə dair təminat verəcəklər. Xəzər dənizində hərbi donanma Ruslara qalacaqdı. Bir də 20 milyon rubl təzminat verəcək. Həmçinin bunu əzbər bilməlisiniz, maddənin nömrəsini əzbər bilməlisiniz. 15-ci maddəyə görə cənubdan şimala istənilən xalqın köçməsinə Qacarlar mane olmayacaqdı. Onların mülklərinə əl vura bilməzdilər. Onların hamısı təhlükəsini Rusiya təminat altına alacaqdı. Bu 15-ci maddən isə ən çox ermənilər istifadə edir. Bilirsiniz də köç eləyəcəklər. Biz gələcək dəstədə keçəcəyik bunu. Ermənilər istifadə edəcək. Həmçinin bununla bərabərdə Qacarlar təzminatı ödəyənə qədər, yəni bir çox hissəsini ödəyənə qədər Rus qoşunları işğal olunmuş Təbriz, Ərdəbil, Urmiya, Maku və Salmaz Xoyda qalmalı idilər. Yəni razılıq belə olacaq. Rusiya niyə bu müqaviləni imzalayır? Əslində imzalanmayacaqdı, tak getməli idi, bütöv hamısını tutmalı idi və Cənubi Azərbaycanda birləşdirməlidir. İmzalanma səbəbi Osmanlı müharibəyə hazırlığıdır. Bilirsiniz, Osmanlı dərsini keçmişik. 27 Navarin dəniz döyüşündən sonra Ruslar tələntələsi müharibəyə girməli ki, İngiltərə, Fransa bu məsələdə daha çox pay əldə eləməsin. Və ona görə də 1828-1829-cu ildə Rus-Osmanlı savaşı başlayır. Rus-Osmanlı müqaviləsi isə Ədirnə müqaviləsi ilə başa çatacaqdı müharibəsi. Ədirnəyə görə Cənubi Qafqazın tamamını, görürsünüz, tamamı sözü işlədir. Tamamını Rusiya işğalını Osmanlı tanıyır.
Ahalsıq Ahal Çəliç paşalığının işğalını tanıyacaqdı, təzminat ödəyəcəkdi və Türkməncayda kimi köçürülmə prosesi baş verəcəkdi. Burada da ermənilər köçürüləcək. Türkməncay ilə Ədirlə oxşar cəhəti Şimali Azərbaycan torpaqlarının işğalının tanınması, həmçinin təzminat, ermənilərin köçürülməsi idi. Türkməncayın Gürcüstandan fərqli cəhətləri təzminat, İrəvan Naxçıvan birləşdirilməsi, ermənilərin köçürülməsi məsələsi idi. Bunlar fərqləri və oxşarlıqları bilməlisiniz. Yəni bu öz yerində. Bir də nəyə fikir verirsiniz uşaqlar? Biz Türkməncay ilə Cənubi Qafqazın işğalının tamamını vermirik. Çünki Cənubi Qafqaz Ermənistan müasir dövrdən deyirəm, Gürcüstan və Azərbaycandan ibarət bir ölkədir, bölgədir. Və ona görə də Cənubi Qafqazda bunlar 28-29 Ədirnədə müqavilədə Ahalçıq və Ahalçəliç bir də Ahalsıq paşalıqları var idi. O ərazilərin Ruslar tərəfindən tutulması, yəni Qərbi Gürcüstanın Ruslar tərəfindən tutulması ilə Cənubi Qafqazın işğalı başa çatdığı üçün biz Cənubi Qafqazın tamamını Ədirnə ilə 29-dan götürəcəyik. Oldu. Bu da sizin dərsiniz.